Azərbaycan ordusu regional təhlükəsizliyinin təməl sütunlarından biridir. Bəli. Hal-hazırda bizimlə bağlantıda əziz tamaşaçılar, ehtiyatda olan polkovnik Şair Ramaldanovdur. Cənab polkovnik, sabahınız xeyir olsun. Sabahınız xeyir, cənab polkovnik. Salam, sabahınız xeyir. Elə sabahı gözləmədən sizi də təbrik edirik mütləq şəkildə. Yəni 44 günlük zəfər savaşımızda bizlə bax burada indi əlbəttə ki sizin bu qədər işiniz ola, bizlə də çiyin-çiyinə bu məsələləri bilmədiyimiz o hərbi tərəflərin hamısını... Hətta 1-ci Qarabağ müharibəsində belə cənab polkovnikin bəli, əlbəttə ki şücaətləri bu danılmaz faktdır. Azərbaycan ordusu bugün, hörmətli cənab polkovnik... Qüdrətlidir. Qüdrətlidir, amma qarşıda, yəni biz bu belə də zəfərlə kifayətlənmirik, mən belə anlayıram və qarşımıza yeni belə deyək də perspektivlər qoyuruq, yəni müharibə döyüş şəraiti yox, sadəcə hazırlıq və s. Mən istərdim siz bu haqqda danışasınız. Mənə elə gəlir ki, peşəkar bir hərbçinin burada olması, yəni mən burada susub artıq siz danışmalısınız. Bəli, buyurun. Buyurun cənab polkovnik. Çox sağ olun. Mən də sizin efir vasitəsilə bizim ordunun şəxsi heyətini təbrik edirəm və düşünürəm ki, mənim təbrikləmə bütün Azərbaycan xalqı qoşulur. Müzəffər ordunun xalqı olmaq əlbəttə çox böyük tarixi nailiyyətdir. Ordu quruculuğu haqqında danışanda, ordu haqqında danışanda əlbəttə Ulu Öndərin hələ Naxçıvanski adına məktəbi Sovetlər dövründə yaradılmasını xatırlamamaq olmaz. Niyə? Ona görə ki, illər keçdi. Sonra həmən o Naxçıvanski məzunları zabit olaraq, peşəkar zabit olaraq Azərbaycanın ordusunun, silahlı qüvvələrin formalaşmasında bilavasitə iştirak etdilər. Mən sadəcə demək istəyirəm ki, bugün Naxçıvanski adına məktəbin məzunları Müdafiə Naziri cənab General polkovnik Zakir Həsənov məhz həmən onu Naxçıvanski adına məktəbin yetirməsidir, məzunudur. Sərhəd xidmətinin rəisi, hörmətli General polkovnik Elçin Quliyev həmən o məktəbin məzunları və bir çox bugün rəhbərlikdə olan şəxslər, istəmirəm hamısının adını çəkim, həmən o məktəbin məzunudur. Və 1-ci Qarabağ savaşda Ulu Öndərin qayıdışından sonra məzunlar, Naxçıvanskilər məhz Ulu Öndərin ətrafında birləşərək Azərbaycan ordusunda nəinki işğalın genişləndirilməsini saxlaya bildilər, hətta Qaradiz əməliyyatı kimi uğurlu bir əməliyyat keçirərək düşməni Bişkek razılığı qol çəkməyə məcbur etdilər. Sonra isə əlbəttə sükanı öz atasının, Ulu Öndərin, Heydər Əliyevin sükanını davam eləyən Ali Başkomandanımız İlham Əliyev cənabları bu prosesi daha da sürətləndirdi, daha da inkişaf elədi və artıq Azərbaycan müasir ordular prinsipi ilə inkişaf etməyə başladı. Azərbaycana ən müasir silahlar, yeni texnika gətirildi və təbii ki, Azərbaycan ordusu məhz əsas vəzifəsinə torpaqlarını işğal altından azad edilməsini, hədəfini həmişə göz önündə saxlayırdı. Başda Ali Başkomandan cənab Prezident İlham Əliyev olaraq bütün demək olar ki, silahlı qüvvələr bir amana, bir belə deyək, məqsədə xidmət edirdilər o vaxtı və sonra aprel hadisələri və mən deyim ki, Vətən müharibəsinin anonsunu, qələbə anonsunu cənab Prezident hələ aprel hadisələrindən sonra verdi. Yadınızdadırsa o demişdi ki, Azərbaycan ordusu qısaca bir zamanda işğalçı qüvvələri darmadağın edib, arazi bütövlüyü bərpa etməyə qadirdir. Bu hələ aprel idi, bu hələ aprel hadisələri idi. Ancaq sonra Günnüt əməliyyatı, sonra isə belə deyək, Tovuz hadisələri və sonra düşmənin son təxribatı Azərbaycanın işğalı dövründə artıq bütün xalqımızın gözlədiyi, ordunun gözlədiyi və Ali Başkomandanın əminliklə irəli əmr verməsi Azərbaycan torpaqları doğrudan da 44 gün ərzində, yəni qısaca bir zamanda işğalçı qüvvələri darmadağın edib, arazi bütövlüyü bərpa etməyə qadir oldu. Və mən deyim ki, sonra antiterror
tədbirləri dünyada bəlkə belə bir nəticəli antiterror tədbirləri olmamışdı. Belə bir ərazidə və bir sutkanın ərzində Azərbaycan artıq öz suverenliyi bütün belə deyək ərazilərində bərpa eləyərək bayrağı qaldırdı. Bu anonsu da mən deyim ki, Cənab Prezident Ali Başkomandan olaraq hələ Silahlı Qüvvələrin 100 illiyində demişdi ki, Azərbaycan bayrağı bütün belə deyək yaşayış məntəqələrində dalğalanacaq. Bu belə də demək olar ki, oldu. Sonra isə Cənab Prezident görüşdə çox qısa bir kəlmə dedi. Dedi, Azərbaycan ordusu nə lazımdırsa onu da alacaq. Doğrudan da hələ çox danışmaq lazım deyil bu haqda. Sonra isə Ali Başkomandanın bizim qarşımızda qoyulan Türkiyə modelinə keçid və bugün də biz ödək keçidin sonuncu mərhələdə dinləyirəm, sizin sualınız var. Bəli, cənab polkovnik, suallarımız bəli çoxdur, amma Azərbaycan ordusu silahlarla təmin olunub, hər tərəfli, geyimi, keçimi, yeməyi, hər şey yerindədir. Amma bir orduda ki, o milli ruh məsələsi yoxdur, yəni milli ruh yoxdursa, mən bir fotonu istəyirəm, mən yadımdadır, uzun illərdə, yəni həmişə bu günlərdə xüsusilə də biz o vaxtı deyirdi, o gün olsun ki, bəli, Şuşada olaq, o gün olsun ki, Qarabağı gedə görə və bugün o günlərdir və o günlərin əsasında bu milli ruhu, bəli, o əskərlərdə, zabitlərdə, 1-ci Qarabağ müharibəsindən sonra bəzən nikbinlik olmayan bir ordu sıralarında liderlərin yaratması, yəni mən bu haqda istəyərəm siz danışasınız. Çünki silahla yanaşı insanların bəzən gözə görünməyən daxilən olan silahları da var. Təbii ki, silahdan güclü heç nə yoxdur. Bunu hamımız bilirik, xüsusən də hərbidə bu çox böyük önəmli. Ancaq baxın görün bizim xalqımız, bizim cəmiyyətimiz, başda bizim lider olaraq, yəni indi bu saat Ulu Öndərin fotosu, videosu gedir. Və baxın, bütün tədbirlərdə, o deyirdi ki, biz qayıdacağıq, hətta Novruz bayramında bütün yaşayış məntəqələri işğal olunmuş sadalayırdı və bu insanlarda daxildə artıq inam yaradırdı. İnam da çox böyük bir faktordur hər bir savaşda. Sonra təbii ki, Cənab İlham Əliyev də bütün tədbirlərdə, bütün kürsülərdə biz ora qayıdacağıq, biz ikinci erməni dövləti yaratmağa imkan verməyəcək və bu kimi sinonimli çıxışları, fikirləri əlbəttə bizim ordumuz, bizim xalqımız, bizim liderlərimizin verdiyi bu vədlərlə, verdiyi bu sözlərlə böyüyüb. Balacalar Ulu Öndərin vaxtında və yaxud Cənab Prezident İlham Əliyevin vaxtında eşidən bu kəlamları sonra böyüdülər, əskər oldular, belə deyək, orduya qatıldılar və bu vəzifəni yerinə yetirdilər. Ancaq mən sizə deyim ki, bu bir sistemli yanaşma olub. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin qolu ilə gənclərin tədris müəssisələrində vətənpərvərlik ruhunda tərbiyə və formalaşması kimi strategiya işlənilmişdir, tərtib edilmişdir. Və biz bu strategiyaya uyğun vətənpərvərlik ruhunun formalaşmasını elmi şəkildə əsaslandırılmış, planlı şəkildə planlaşdırılmış, proqramlı şəkildə proqramlaşdırılmış bir şəkildə bugün biz müzəffər orduda xidmət eləyən əskərləri böyütdük və o əskərlər bu vətən müharibəsində hansı qəhrəmanlıqlar, hansı şücaətlər göstərilməsini biz özümüz bunun şahidiyik. Və mən deyim ki, əlbəttə, Azərbaycanda olan mühit, Azərbaycanda mən deyərdim ki, bu vətənpərvər oğulların böyünməsində çox böyük zəhməti bizim müəllim ordusunun zəhməti var. Məktəblərdə, hətta məktəbə qədər, belə deyək, müəssisələrdə, ali daha doğrusu məktəblərdə, universitetlərdə və s. çox saylı tədbirlər məhz vətənpərvərlik ruhunun formalaşması üçün və gələcəkdə doğrudan da bugünkü əskərin yetişdirilməsi üçün istiqamətləndirilmişdir və biz bunu bacardıq və Azərbaycan xalqı olaraq bizim milli ənənələrimizlə prinsip cəhətdən bunu formalaşdırmaq üçün, bunu tərbiyələşdirmək üçün belə deyək,
bir formalaşmış milli dəyərlərimiz var. Bütün bunlar hamısı əlbəttə Azərbaycanın o torpaqların işğal altında qalmasını mümkünsüz eləyirdi və Azərbaycan ordusu, Azərbaycan xalqı, Azərbaycan oğlu, Azərbaycan vətəndaşı, Azərbaycan əskəri məhz bunun belə deyək öhdəsindən gəldi və bugün biz qürurlu, azad, suveren və çox belə deyək müzəffər Ali Başkomandanımız olan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişafımızı davam edirik və Azərbaycan ordusu bundan sonra da inkişaf edəcək, bundan sonra da güclənəcək və həmişə olduğu kimi qürur yerimiz olacaq. Bir balaca söz demək istəyirəm. Baxın, bugün Azərbaycan hansı şəraitdə yaşayır? Bir tərəfdə erməni ilə bizim müharibə şəraitindəyik, hələ sülh müqaviləsi bağlanmayıb. Bir tərəfdə Rusiya müharibədədir. O bir tərəfdə İran, demək olar ki, dünən hansısa nitbin bir məlumatlar gəldi ki, dayandırılmalıdır. Yəni, bir tərəfdə müharibə olan bir ölkənin xalqı bəyəm narahat oldu mu? Yox. Xalq deyildi ki, bizim ordumuz var. Xalq deyildi ki, bizim əskərimiz var. Və güclü ordu, güclü əskər prinsipi ilə Azərbaycan bu formada inkişaf eləyəcəkdir. Minnətdarıq Təşəkkür ederiz cənab polkovnik. Və Silahlı Qüvvələr Günü ilə bağlı Şair Ramazanovu dinlədik. Minnətdarıq, təbrik edirik. Və bu təbrikin əlbəttə böyük hissəsi bizim səmavi ruhlarımız olan şəhid ailələrinə, analarına, atalarına birinci növbədə şamil olunmalıdır və olunur da.